Dəmir çatışmazlığının müalicəsində əsas məqsəd yalnız hemoqlobini normaya qaldırmaq deyil, həm də orqanizmin dəmir ehtiyatlarını tam bərpa etməkdir. Ona görə də düzgün taktikanı seçmək həkim üçün çox vacibdir. İlk addım anemiyanın səbəbini müəyyənləşdirməliyik. Məsələn, qadınlarda bu çox vaxt menstrual qanaxmalarla, hamiləliklə, gastrointestinal problemlərlə bağlı ola bilir. Əgər səbəb aradan qaldırılmasa, müalicənin effekti olmayacaq. Yüngül və orta dərəcəli anemiyalarda müalicənin qızıl standartı peroral dəmir preparatlarıdır. Bu zaman həkim bir neçə məqama diqqət yetirməlidir. Preparatın tərkibindəki dəmir hansı formadadır? 2 valentli və yaxud 3 valentlidir. Onun sorulma qabiliyyəti, əlavə maddələr varmı preparatın tərkibində və pasiyentin preparata dözümlülüyü necədir? Burada sorbifer özünü çox yaxşı göstərir, çünki onun tərkibində həm 2 valentli dəmir var, bu forma orqanizm tərəfindən daha asan mənimsənir və üstəlik əlavə olunmuş vitamin C dəmirin bağırsaqlarda sorulmasını artırır. Təbii ki, elə hallar olur ki, biz pasiyenta parenteral, yəni vena daxili preparatlar təyin etmək məcburiyyətində qalırıq. Bu əsasən çox ağır anemiyalarda və yaxud pasiyentin məddə-bağırsaq sistemi preparatı qəbul etməyə imkan vermədikdə baş verir. Amma gündəlik praktikada ən çox istifadə olunan və tövsiyə olunan preparatlar bu peroral tabletlərdir. Pasiyentlər üçün vacib mesaj odur ki, müalicəni yalnız həkim təyin etməlidir və nəzarətdə saxlamalıdır. Çünki düzgün seçilmiş preparat, məsələn, Sorbifer Durulis, həm effektiv nəticə verir, həm də uzun müddətli qəbul zamanı yaxşı dözümlülük göstərir. Çünki bunun tərkibində olan 100 mg-lıq preparatda, dəmir preparatında gündə 2 dəfə qəbul olunarsa 2 tabletlər, digər preparatlardan fərqli olaraq 30% orqanizm tərəfindən mənimsənmə effekti daha da yüksək olur.